Yaşat düşərgəsinin 6-cı həftəsi davam edir. Günə səhər idmanı ilə başlayan iştirakçılar daha sonra müxtəlif əyləncəli oyunlara qoşulub üz boyama fəaliyyətlərində iştirak edərək maraqlı vaxt keçiriblər. Düşərgə çərçivəsində uşaqlar üçün yemək hazırlanması üzrə master-klass da təşkil olunub, salat hazırlanmasının əsas qaydaları öyrədilib. Onlar ingrediyentlərin düzgün seçilməsi, hazırlanması və təqdimatı ilə tanış olub. Maraqlı təcrübə qazanıblar. Onu da qeyd edək ki, bu həftə düşərgədə 12-13 yaş kateqoriyasından olan 53 şəhid övladı iştirak edib. Biz burada səhər idman edirik, səhər yeməyi yeyirik. İndi isə yemək master klassındayıq. Biz psixologlarla görüş edirik. Burada da dostlarımı görürəm və onlarla təzə dostlarımla tanış olmuşam, onlarla əylənirəm. Həftə ərzində onların yaş xüsusiyyətlərinə uyğun olaraq maarifləndirici təlimlər, intellektual və yaradıcı fəaliyyətlər, idman və komanda oyunları, həmçinin müxtəlif sahələrdə uğur qazanmış şəxslərdən motivasiya edici görüşlərdə təşkil olunacaq. Fondun bu təşəbbüslə əsas məqsədi odur ki, uşaqlar burada yeni bilik və bacarıqlar qazansınlar, həm də özlərinə inamları daha da artsın.